Hə, harada qalmışdıq? Maya sözü dişi dəvə mənası var, bir də var nə yumurtanın mayası, bal sözü, rəqs mənası da var. Bir də yığılan bal mənası var, arı balı, xal mənasında var, yaymaq diş, daş sözü, atılan daş, su daşdı, divan sözü, 1000 beytli, 10.000 beytli ilə şeir forması, o birisi də divan, əşya mənasında. Danmaq sözü var, danmaq seyri, bir də dan yeri ağarmışdı səhər çağı. Ara sözü, kimisə aramaq, axtarmaq, bir də var nəyinsə arası və salam. Bunları dedim, danışdım. Bunlar amonimlərdir. Keçin nəyə? Antonimlər. Antonimlər nəyə deyilir? Antonimlər bir-birinin əksi olan sözlərdir. Nəzər bu antonimlər. Antonimlər iki ilə bölünür. Qrammatik, bir də leksik antonimlər. Leksik antonimlər məsələn gecə, gündüz, pis, yaxşı, oturmaq, durmaq, susmaq, danışmaq, yazıb pozmaq, yazıb pozmaq, yazıb pozmaq, silib süpürmək. silib süpürmək. Onlar əks mənalıdır ki, Və əks mənalı mı? ondan deyirəm. Əks mənalı deyib, bu mürəkkəb feil sayılır. Yazıb pozmaq. Götürmüş. Gec, tez. Gec. Gec, tez. Yaxın, uzaq, Yaxın, uzaq. Ora, bura. qısa, uzun, Qısa, uzun. İrəli, geri. İrəli, geri. Və s. Bunlar antonimlərdir. Qrammatik antonimlər necə olur? Bunlar leksikdə, yəni əsas diksiyələr olan antonimlərdir. Ona görə leksik antonimlərdir. İndi qrammatiklərdən də bir iki dənə nümunə yazaq, sonra keçək şeyə. Sinonimlərə. Bir yarım saatda tez işləyək. Yəni də bu mətn işləyək. Leksiklər nə olur? Məsələn, yox qrammatik dadlı, dadsız, gəl, olur gəlmə, məsələn, duzlu, duzsuz, duzlu, duzsuz, bir dənə söz var yazmış, duzlu, duzsuz, duzsuz, bələd, məsələn, nabələd, oxu, oxumaq, yox, taraz, nataraz. Bir dənə şəkilçi əsasında olur bu. boya, boyasız, Boyayla boyasız olmur. onlar, Boyalı boyasız olur. Boyalı, boyasız. Sonra keçirik. Şəkilçi əsasında olur da bunlar birlikdə. Şəkilçi artırırsan, kökləri eyni olan sözlər antonim ola bilməz.
leksik antonimdən söhbət edir. Dadlı və dadsız. Şəkilçi əsasında bunlar əmələ gətirib. Boyalı, boyasız. Ona görə qrammatik antonim sayılır. Əsl antonimlər birinci yazılarında, bunlar əsl olmayandır. Sonra keçirik sinonimlərə. Antonimlər dedik ki, bir-birinin əksi olan sözlərdir. Ədəbiyyatda bədii təzad yaratmağa xidmət edir. Məsələn, deyirik, söyüşdən bağ saldım, peyvəst eylədim, almasın, heyvasın, narın görmədim. Burada fikirlər qarşılaşdırılıb. Məsələn, o gün fəsli yaz olur, gecə-gündüz taraz olur, gecə-gündüz. Yaxşıya da pisə də bir pərdə çəkilmişdir, özgəyə ayıb tutmaq özü də ayıb işdir. Pis, yaxşı. Əgər yoxsa da kimsə də vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Bir vəfa, bir vəfa. Burada qrammatik antonimlərdir. Sonra keçirik sinonimlərə. Yaxın məna söz. Qaydası nə idi? Deyilişi və yazılışı müxtəlif mənaları eyni olan sözlər, eyni və yaxın olan sözlər sinonimlər sayılır. Məsələn, söyləmək, Demək. demək, böyük, iri, yekə, Kiçik, xırda. kiçik, xırda, kiçik, xırda, balaca. Bura şeylə əlavə edə bilərik. Nəhəng sözün. Bura vüqarlı, əzəmətli, Dürüst, mərd. əyilməz. Hə? Dürüst, mərd. Dürüst mərd olur ki, cəsur, igid, qorxmaz, cəsarətli, qara, siyah, ağ, beyaz, qəşəng, Gözəl. gözəl, dadlı, ləzzətli. Görüm yerləşir bura. Dadlı, ləzzətli. Deməli, bu da oldu sinonimlərimiz. Sinonimlər həmişə bir-birini əvəz edir, xeyr, əvəz edə bilmir. Niyə əvəz edilmir? Belə bir sual çıxdı ortaya. Niyə əvəz edə bilmir, deyə bilərsən? Çünki həmişə bir-birini əvəz etməyə iqtidarında deyirlər. Sinonimlər dildə çalar əməliyyatı, rəngarəngliyi artırır. Dildə söz təkrarının qarşısını alır. Bir cümlədə bir söz istifadə edirsən, digər cümlədə başqa bir söz istifadə etmək lazımdır. Məsələn, biz evə böyük kompüter aldıq. Biz evə nəhəng kompüter deyə bilmərik. Nəhəng nəsə ola bilər, binalar ola bilər. Sonra iri kompüterim var deyə bilmərik. Çünki biz böyüklə istifadə edirik o sözü. Xırda sözünün nəyinə istifadə edirik? Məsələn, onun qardaşı kiçikdir. Yaşca, onun qardaşı yaşca balacadır, onun qardaşı yaşca xırdadır deyə bilərik, xırda daş ola bilər. Xırda nə bilim, nəsə qarışıq ola bilər, xırda cücülər ola bilər, cücü. Sonra, cəsur, igid, qorxmaz, cəsarətli, bunlar demələr bir-birinə əvəz edir. Cəsur əsgərlərimiz, igid əsgərlərimiz, qorxmaz əsgərlərimiz, cəsarətli əsgərlərimiz deyə bilərik. Bunlar əvəz edir. Gözəl, qəşəng. O gözəl qızdır. O qəşəng. Qəşəng əsasən oğlanlar istifadə edilir. Yenə də qıza da gedə bilər də. Sonra demək, söyləmək. Mən ona sözümü söylədim, mən ona sözümü dedim, istifadə etmək olar. Dadlının ığısını yazmamışam. Dadlı, ləzzətli əvəz edə bilir. Adam insanı deməlik bəyə, qurd canavar ola bilər. Ədəbiyyatda var idi sonra.
mübaliğə, şişirtmə, metafor, istiyarə, köçürmə, təşbih, bənzətmə, epitet, bədii təyin, ağ, bəyaz. İndi belə bir sual çıxsa ortaya ki, bunlar quruluş cəhəti fərqli ola bilər. Ola bilir. Məsələn, biz amonimlər deyəndə demişdik ki, buruqla neft buruğu, buruq saç. Bunlar quruluş düzəltmə ola bilir. Bunlarda da düzəltməli yanlışı var da, dadlı, ləzzətli var. Dadlı, düzəltli eksikdir, artırmışam. Ləzzətli də quruluş düzəltmədir. Bu qədər. Sinonimlərdə bu qədər də, burada çox dərin getməyə ehtiyac yox. Sonra nəyə keçirik? Nəqli məcazı. Çox mənalı, tək mənalı sözlər. Bir də həqiqi məcazi mənalı sözlər. Vaxtda nə qədər? 11 dəqiqəmiz getdi. Bir 10 dəqiqədə izah edeyim, sonra keçək testlərə. Çox mənalı və tək mənalı sözlər. Tək mənalı sözlər. Çox mənalı nədir? Bir əsas leksik məna ilə bağlı olub əlavə leksik mənalar daşıyan sözlərə çox mənalı sözlər deyilir. Bütün sözlər çox mənalı ola bilir? Xeyr, bütün sözlər çox mənalı ola bilməz. Şkaf sözümüz çox mənalı işlədir. Stəkan sözü məsələn işlənmir, pərdə işlətmək olar. Sonra stol, stul, bunlar işlətmək olmur məsələn çox mənalı kimi. Amma tək mənalı sözlər kifayət qədər dilimizdə var. Deyək, stol, stul, stol, stul, məsələn deyim, nə deyim, işıq, divar, qələm və s. Amma çox mənalı sözlər deyək məsələn, onların nümunə, çox mənalı sözlər deyəcək. Bədən üzvlərlə bağlı olur. Göz. Ən çox bunların gözü elə işlətdiyimiz. Qapının ağzı. Qapının ağzı. Yaymaq, məsələn, yaymaq sözünü bayaq dedik. Xəbər yaymaq. Ən çox mənalı olanlar isimlərdir, sifətlərdir, feillər olur da. Xəbər yaymaq. Yayış fəsli. Boz sözü amonim də ola bilir. Boz. Boz dedik, bir quş adı var. Bir də boz rəng. Bir də çox mənalısı, onun çox boz üzlü insandır. Onun boz üzü var. Onun boz üzü var. Məcazi mənalıdır, yəni. Üzü boz insandır, yəni. Sonra nə var? Dil sözü var, məsələn, qarmonun dili. Elə kitabın dili də ola bilər də, kitab dilində danışdım mən. Kitabın üzü. Üz, bəli, kitabın üzü. Kitabın üzü həqiqi mənalı deyil ki. Yox, kitabın üzü ilə mənalı mənalıdır. Suyun üzü. Yol sözü var məsələn. Həm amonim, həm də çox mənalı. Məsələn, həyat yolu. Dayı saçlarını. Orada amonim olur da, yolma. Amonim çox mənalı. Nə fərq var? Məsələn, yol uzundur. Burada həqiqi mənada işlətdik də. Saçını yoldun. Bir də var həyat yolu. Həyat yolunu biz görmürük də, həyat gözlə görmürük. Amma yolun uzunluğunu gözlə görə bilirik. Bilirik ki, yol uzundur. Həyat yolu isə görmək olmur. Həyat yolu beynimizdə olan, təxəyyülümüzün məhsuludur. Amma o yolun uzun olması, realda yol uzundur da, getdiyimiz yol uzun olur. Saçını yoldun, bu da həqiqi mənadır. Amma həyat yolunu biz həqiqi gözlə görmürük, demirik. Həyat yolu buradadır, filan yerdədir. Amma yolun olduğu yeri görə bilirik.
uzunluğunu görə bilirik. Saçını yolmaq bunu hiss edə bilirik, tətbiq edə bilərik.